Mahnıları və səhnə performansı ilə tamaşaçı sevgisi qazanan müğənni Elvin Babazadə 33 yaşını təmtəraqla qeyd etdi. Videoya keçməzdən öncə bu cür videoların davamının gəlməyini istəyirsinizsə, videonu bəyənməyi və bildiriş butonunu açmağı unutmayın. Sənət dostları həm oxudu, həm də rəqsləri ilə məclisə xüsusi rəng qatdılar. Show biznes nümayəndələri Elvini Maqazin Plus kamerası vasitəsilə xüsusi təbrik etdilər. Kameramıza isə ilk tuş gələn rəqqasə Fatimə Fətəliyeva oldu. Sən demə Elvin ad günündən öncə rəqqasəni çıxılmaz bir duruma salıb. Səbəbini qoy özü desin. Hər vaxtınız xeyir olsun. Necəsiz? Çox sağ ol, əla. Yaxşıyam. Sizi görəndə lap gözəl oluram. Qarşılıqlıdır Fatimə xanım. Bu gün Elvinin ad günüdür. İstəyərdik ki, siz də ürəyinizdən keçən təbrikləri Maqazin Plus kamerası önündə İlk etiraf. olaraq onu deyim ki, bugün Elvin mənim başıma oyun gətirib. Niyə? Amma bu gün Elvini tərifləyirəm. Elvin səni öldürəcəm, Elvin. Niyə? Nə edir? Deməli, səhər açılandan, yəni artıq hazıram ki, mən bu günləri bax bu libası geyinəcəm. Saat 3-ün yarısıdır. Zaten saat 3-ə qalmış. Mənə mesaj yazdı ki, bax ha, nə giyinsə giyin, qara olmasın. Ay Allah, mən indi saat nə qalıb ki, bunun makyajı var, saçı var, qaça-qaç da. Yəni mən necə hamısını mən çatdıra bilim. Neysə, saat 5 işdirməklə mağazinlərdən qaçıram da o atelyedən bu atelyedən. Mən geyim tapa bilmədim. Yazdım ona ki, zən vurdum. Baba elə, saçlar belə, baba belə. Yığmışam görüntülü ki, səni öldürəcəm. Mən bilsə nə vəziyyətdəyəm, bax, tər su içində. Yoxdur, ya gəlirəm, ya gəlmirəm. Ya bu ilə gəlirəm, ya gəlmirəm. Axırı bu işimdir ki, axırı bunu tapdım dünəndən, mənim konseptim bu idi. İki dənə yox, 3 dənə də olsa. Çünki mən də olsayam. Bəli, 3 dənə də olsa. Mən gecikmişəm. Sən də məni hələ saxlayırsan. Qoy salamlaşım da. Salamlaş və təbrik elə. Tamam. Təbrik edirəm. Mənim əziz dostum. 3 dənə də olsa səni buradan təbrik eləyir. Səni çox istəyirəm. Uğurlarıma sevinirəm. Bax işte iş paltarında gəlmişəm. Gözəl də, möhtəşəm də paltardasan. Çünki çox tələsirdim, işdən çıxmışam. Yəni nə bilim, Allah yolunu açıq eləsin. Uğurlarını bol eləsin. Biz də onun yanındayıq. Mən elə hiss elədim ki, məni təbrik elədi Quran haqqı. Elə şad oldum ki, əzizim. Sağ olun ki, mənə dedi hər şeyi. Mən də qoşuluram bütün təbriklərə. Elvini sevirik, təbrik edirik. Uğurları bol olsun. Bol. Xatun xanım, xoş gördük sizi. Necəsiz? O Egar, sən necəsən? Maşallah. Sana kırmızı çok yakışıyor. Belki biraz da kızım. Gözlərinizin gözəlliyidir. Mən elə görürəm. Mən səni təbliğ, sən mən təbliğ. Belə davam eləyək. Bu gün Elvinin ad günüdür, bəli məsələdir. İstəyərdik ki, Maqazin Plus kamerası önündə ürəyinizdən keçən təbriki səsləndirəsiniz. Mən Elvini təbrik edirəm. Elvin, mən düşünürəm ki, onun həyatında mənim önəmli bir yerim var. Və onun da mənim həyatımda özəl. Mən ümumiyyətlə dostlarım üçün özəl olmağı sevirəm və o insanın da mənim üçün özəl olmağını. Elvin özəl dostlarımdan biridir. Onun uğurlarına sevinirəm. Elvini təbrik edirəm. Allah ona can sağlığı versin. Arzum odur ki, onun ən böyük belə arzusu var. Bilirəm neçə illik dostumuzdur. Avrovision'da gələn il istəyən. Onsuz da bugünə kimi yolladıqları son 3-4 ildə uğursuzdur. Elə Elvin getsə məncə uğur qazanar. Allah qoysa Elvini Avrovision'da görmək istəyirəm. Amma onun üçün musiqi bayramıdır. Elvini təbrik edirik. Elvin gözəl musiqiçidir, həqiqətən. İşini bilən musiqiçidir. Və nəhayət
Günün səbəbkarı Elvin Babazadəni pərəstişkarları ilə şəkil çəkdirərkən görüntüləyə bildik. Elə istədik onların Elvinə olan sevgilərini kameramız önündə dilə gətirsinlər. Elvin, təbrik edirik. Bunlar hal-hazırda bildiyim qədər sənin pərəstişkarlarındır. Bəli, bəli. Xəbərsiz, məndən xəbərsiz. Görürsən, səndən xəbərçi. Amma mən istədim pərəstişkarlarla da danışsın. Danışsın. Ay Allah, sizə qurban olaram mən. Bu Elvində mən heç vaxt şəkil çəkib qurtarmadım. Gəlin çəkdirin. Bu qızımla bir yerdə çəkəcəm bura qızım. Elvinin ən sevdiyiniz mahnıları hansılardır? Hansı mahnısını sevirsiniz? Ən çox o sənə varam var, ölürəm də o mahnıdan ötürü. Sevdim səni, sənə varam. Qalbimə اشتاق منك خايش değildim. Tələb yanır ayni. Elvini sevmişəm. O azizim ana mahnısını. Sonra bu qızıma keçirtmişəm o sevgini. İndi bir yerdə sevirik səni çox. Həmişə var olasan. Allah da sizi sevsin. Allah səni Çox sağ həmişə olun, uğurlarına çox sağ o qədər sevinmişik. Çoxdan layiq idi. Heyf ki, hər şeyin də öz vaxtı var, eybi yox. Hər şeyin öz vaxtı. Bəli. Çox sağ olun. Təşəkkür edirəm. Elvin, bir daha təbrik edirik səni. Yeni yaşın mübarək olsun. Bu günləri həqiqətən də sevincli günündür. Bilirəm, həyəcanlısan, qonaqların çoxdur. Amma özünə olan arzularını istəyərdim ki, Maqazin Plus kamerası önündə dilə gətirəsən. Mən özümə əzmkarlıq arzu edirəm. Mən özümə səbir arzu edirəm. Çünki 12 il ərzində bu səbirlə yürüdüm. Üzülmədən. Rusların bir sözü var, "Не опускай руки." Davam etdim və istədiyimin enində sonunda nəticəsini aldım. Amma inanın mənə ki, istədiklərim əslində tam başqa şeylərdir, daha çoxdur və Allah mənə onları qismət etsin. Qonaqlardan bəziləri dedilər ki, Elvini biz Avroviziya səhnəsində görmək istəyirik. Bu istək varmı sənin arzuların arasında? Çağırsalar, hə. Amma istəyirsən. Yəni mən 12 ildir bunu istəyirəm də, amma bir dəfə cəmi qatılmışam. İnşallah əgər ki dəvət alsam gedəcəm. Sizə öpürəm qonaqlarımı. Mahnıları və səhnə performansı ilə tamaşaçı sevgisi qazanan müğənni Elvin Babazadə 33 yaşını təmtəraqla qeyd etdi. Sənət dostları həm oxudu, həm də rəqsləri ilə məclisə xüsusi rəng qatdılar. Show biznes nümayəndələri Elvini Maqazin Plus kamerası vasitəsilə xüsusi təbrik etdilər. Kameramıza isə ilk tuş gələn rəqqasə Fatimə Fətəliyeva oldu. Sən demə Elvin ad günündən öncə rəqqasəni çıxılmaz bir duruma salıb. Səbəbini qoy özü desin. Hər vaxtınız xeyir olsun. Necəsiz? Çox sağ ol, əla. Yaxşıyam. Sizi görəndə lap gözəl oluram. Qarşılıqlıdır Fatimə xanım. Bu gün Elvinin ad günüdür. İstəyərdik ki, siz də ürəyinizdən keçən təbrikləri Maqazin Plus kamerası önündə İlk etiraf edin. olaraq onu deyim ki, bugün Elvin mənim başıma oyun gətirib. Niyə? Amma bu günə Elvin tərifləyirəm. Elvin səni öldürəcəm, Elvin. Niyə? Nə edir? Deməli səhər açılandan, yəni artıq hazıram ki, mən bu günləri bax bu libası geyinəcəm. Saat 3-ün yarısıdır. Zaten saat 3-ə qalmış. Mənə mesaj yazdı ki, bax ha. Nə giyinsə giyin, qara olmasın. Ay Allah, mən indi saat nə qalıb ki, bunun makyajı var, saçı var, qaça-qaç da. Yəni mən necə hamısını mən çatdıra bilim. Neysə, saat 5 işdir mən elə mağazinlərdən qaçıram da o atelyedən bu ateliyə. Mən geyim tapa bilmədim. Yazdım ona ki, zəng vurdum. Baba elə, saçlar belə, baba belə. Yığmışam görüntülü ki, səni öldürəcəm. Mən, bilsə nə vəziyyətdəyəm, bax, tər su içində. Yoxdur, ya gəlirəm, ya gəlmirəm. Ya bu ilə gəlirəm, ya gəlmirəm. Axırı bu işimdir ki, axırı bunu tapdım dünəndən, mənim konseptim bu idi.
2 dənə yox, 3 dənə də olsa. Çünki mən də dolçayam. Mən 3 dənə də gecikmişəm, olsa. mən gecikmişəm. Sən də məni hələ saxlayırsan. Qoy salamlaşım da. Salamlaş və təbrik elə. Tamam. Təbrik edirəm mənim əziz dostum. 3 dənə də olsa səni buradan təbrik edirəm. Səni çox istəyirəm. Uğurlarıma sevinirəm. Bax işte iş paltarında gəlmişəm. Gözəl də, möhtəşəm də paltardasan. Çünki çox tələsirdim, işdən çıxmışam. Yəni nə bilim, Allah yolunu açıq eləsin. Uğurlarını bol eləsin. Biz də onun yanındayıq. Mən elə hiss elədim ki, məni təbrik elədi Quran haqqı. Elə şad oldum ki, əzizim. Sağ olun ki, mənə dedi hər şeyi. Mən də qoşuluram bütün təbriklərə. Elvini sevirik, təbrik edirik. Uğurları bol olsun. Bol. Xanım xanım xoş gördük sizi. Necəsiz? O Eger, sen necəsən? Maşallah. Sana kırmızı çok yakışıyor. Belki birazdan. Gözlərinizin gözəlliyidir. Mən elə görürəm. Mən səni təbrikləyim, sən məni təbrik. Belə davam eləyək. Bu gün Elvinin ad günüdür, bəlli məsələdir. İstəyərdik ki, Maqazin Plus kamerası önündə ürəyinizdən keçən təbriki səsləndirəsiniz. Mən Elvini təbrik edirəm. Elvin, mən düşünürəm ki, onun həyatında mənim önəmli bir yerim var. Və onun da mənim həyatımda özəl. Mən ümumiyyətlə dostlarım üçün özəl olmağı sevirəm və o insanın da mənim üçün özəl olmağını. Elvin özəl dostlarımdan biridir. Onun uğurlarına sevinirəm. Elvini təbrik eləyirəm. Allah ona can sağlığı versin. Arzum odur ki, onun ən böyük belə arzusu var. Bilirəm neçə illik dostumuzdur. Avravision'da gələn il istəyən. Onsuz da bu günə kimi yolladıqları son 3-4 ildə uğursuzdur. Elə Elvin getsə məncə uğur qazanar. Allah qoysa Elvini Avravision'da görmək istəyirəm. Amma onun üçün musiqi bayramıdır. Elvini təbrik eləyirik. Elvin gözəl musiqiçidir, həqiqətən. İşini bilən musiqiçidir. Və nəhayət günün səbəbkarı Elvin Babazadəni pərəstişkarları ilə şəkil çəkdirərkən görüntüləyə bildik. Elə istədik onların Elvinə olan sevgilərini kameramız önündə dilə gətirsinlər. Elvin təbrik eləyirik. Bunlar hal-hazırda bildiyim qədər sənin pərəstişkarlarındır. Bəli. Xəbərsiz, məndən xəbərsiz. Görürsən, səndən xəbərçi. Amma mən istəyirəm pərəstişkarlarla da danışsın. Elə səni təbrik Danışsın. eləsinlər. Ay Allah, sizə qurban olaram mən. Bu Elvində mən heç vaxt şəkil çəkib qutaram. Gəlin çəkdirin. Bu qızımla bir yerdə çəkəcəm bura qızım. Elvinin ən sevdiyiniz mahnıları hansılardır? Hansı mahnısını sevirsiniz? Ən çox. O sənə varam var, ölürəm də o mahnıdan ötürü. Sevdim səni, sənə varam. Qəlbimə اشتقت منك خايش değillettim. Tələb yanır ayni. Elvini sevmişəm. O ana azizim ana mahnısını. Sonra bu qızıma keçirtmişəm o sevgini. İndi bir yerdə sevirik səni çox. Həmişə var olasan. Allah da sizi sevsin. Allah səni Çox sağ həmişə olun, uğurlarını çox sağ o qədər sevinmişik. Çoxdan layiq idi. Heyf ki, hər şeyin də öz vaxtı var, eybi yox. Hər şeyin öz vaxtı. Bəli. Çox sağ olun. Təşəkkür edirəm. Elvin, bir daha təbrik edirik səni. Yeni yaşın mübarək olsun. Bu günlər həqiqətən də sevincli günündür. Bilirəm, həyəcanlısan, qonaqların çoxdur. Amma özünə olan arzularını istəyərdim ki, Maqazin Plus kamerası önündə dilə Mən gətirəsən. özümə əzmkarlıq arzu edirəm. Mən özümə səbir arzu edirəm. Çünki 12 il ərzində bu səbirlə yürüdüm. Üzülmədən. Rusların bir sözü var, "Не опускай руки." Davam etdim və istədiyimin enində sonunda nəticəsini aldım. Amma inanın mənə ki, istədiklərim əslində tam başqa şeylərdir, daha çoxdur və Allah mənə onları qismət etsin. Qonaqlardan bəziləri deyirlər ki, Elvini biz Avroviziya səhnəsində görmək istəyirik. Bu istək varmı sənin arzuların arasında? Çağırsalar, hə. Amma istəyirsən. Yəni mən 12 ildir bunu istəyirəm də, amma bir dəfə cəmi qatılmışam. İnşallah əgər ki dəvət alsam gedəcəm. Sizə öpürəm qonaqlarım.